Salam mənim əziz dostlarım. Bugün mən sizinlə kələm dolması bölüşəcəm. Yəni ətimizə bax burada vurmuşam perec, bolqarski perec, pomidor, düyüsün, soğanın, istiotun, duzun, yağın. Burada da kələmlərimizi hamısını pörtlətmişəm. İndi mən onun bükmə qaydasını sizə göstərəcəm. Necə bükürəm və bişəndən sonra da mən sizə onu göstərəcəm. Yəni akuratно onları bükürük səliqə ilə. Yığırıq tarelka kastrukaya. Baxın görün necə qəşəng səliqə ilə bükdüm. Sonra biz bunu bişiririk. Bişirəndən sonra da üstünə tomat yağ əlavə eləyirik. Yəni tam bişəndən sonra mən sizə göstərəcəm. Kələmlərimiz də hamısı qəşəng səliqə ilə hazır burada. Ətə çox ədviyyatları vurmuşam, dadlıdır və bunların bu qalın yerləri buradan kəsiləcək. Baxın, buradakı kələmlər biraz bərk olur. Azərbaycan kələmləri kimi olmur. Bu kələmlərə belokachanlı kələmlər deyirlər. Yəni rusların ən sevdiyi kələmdir. İndi biz bunları səliqə ilə bükəcəyik. Pişmək halında sizə göstərəcəm. Hazır olmayında sizə göstərəcəm. Mənə abunə olmayı unutmayın. Mənim əziz izləyicilərim. Hamınızı sevirəm, bacılarım, qardaşlarım. Abunə olun ki, mən 50 nəfərdən sonra sizlə canlı yayıma girə bilim. Öpürəm hamınızı. Çox gözəl çıxdı, baxın. Çox şəffaf, gözəl. Bu da bizim doğramacımızdır. Buna qatıldı və xiyar. Çox qəşəng, çox gözəl, çox dadlı olur. Baxın. Görün dolmamız necə gözəl çıxdı. Super.